Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Rəsmi xəbərdarlıq Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə mayın 26-da Azərbaycanın bəzi dağlıq və daha dəyir rayonlarında hava şəraiti yağıntılı və dumanlı olacaq. Hava şəraitinin dəyişkənliyi xüsusilə dağlıq ərazilərdə müşahidə olunacaq. Duman və yağış avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşmasına səbəb olacaq. Xidmətdən bildirilib ki, duman və yağıntı səbəbindən magistral avtomobil yollarında görünüş məsafəsi bəzi hissələrdə 501 km-dək azalacaq. Bu isə sürücülər üçün əlavə təhlükə yarada bilər. Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə ciddi şəkildə əməl etmələri və mümkün qədər uzaq məsafəni müşahidə edərək hərəkət etmələri tövsiyə olunur. Eyni zamanda işıqlardan düzgün istifadə edilməsi və ötmə manevrlərindən çəkinmək də vacib amillərdən biridir. Qeyd edək ki, bu cür hava şəraiti yol nəqliyyat hadisələrinin artmasına səbəb ola bilər. Bu səbəbdən sürücülər və sərnişinlərə hava şəraitini nəzərə alaraq səyahətlərini planlaşdırmaları tövsiyə olunur.